Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran-Buradigah Masallı magistranının Lənkəran rayonunun Şağləsər kənd ərazisində qeydə alınıb. Lənkəran rayon sakini Ruslan Ağayev idarə etdiyi Audi markalı 99 ST 366 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtobusdan düşüb yolu qarşı tərəfə keçmək istəyən Lənkəran rayon Xarxatan kənd sakini 49 yaşlı xanım Nəsirovanı vurub. Xanım Nəsirova dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Lənkəran rayonunun Şağləsər kənd ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər qadın cinsli şəxs başın ənsə payının iri həcmli yarası, qapalı kəllə beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, həkimlərin məsləhəti ilə xəsarət alan qadın Bakı şəhərinə xəstəxanaların birinə göndərilməsi qərarı alınıb. Xanım Nəsirova Bakı şəhərinə aparılarkən yolda ölüb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.